Bir adam bir adamı bıçaqlayır, bir həftə televiziyada müzakirə gedir. Böyük bir şəxsiyyət, böyük bir iş yaradıb. Onunla bağlı bir dənə ekran, bir dənə söz vermir. Bir dənə qazet material almır. Balam, niyə? Xalqın bu qədər gözəl şəxsiyyətləri, ziyalıları var bütün sahələrdə. Alimi də var, şairi də var, memarı da var, rəssamı da var, bəstəkarı da var, psixologu da var, filosofu da var. Hansını çıxardıb 5 dənə kişiyi? Ha kişi yenə deyirəm, həftədə 7 günün 6-sını şov eləyirsiniz. Ne olar bircə günü də ayrın ağıllı söhbət eləsin, cəmaata qulaq asın. Buna görə də bu xalq böyük xalqdır qızım. Çox böyük xalqdır. Bu 50 milyondur. 50 milyonun kökü gör haralara gedir. 5 dənə şoyla 50 milyonun heysiyyatını barmağa dolamaq olmaz. Hər gün bizə zəhlər olur. Bu məsuliyyəti biz daşıyırıq. O dərdi biz çəkirik. Yığışdırsınlar bu televiziyadan ət dökən verilişləri. Sağlam əqidəli. Qarabağ torpağı işğal olunur. Torpağın deyirlər 20% gedir. Faizinlə əraziyəm. Amma torpağın 80% gedir. Niyə? Çünki o 20%-in içində nə var? Dağlar var, qızıl yataqlar var, mədənlər var, meşələr var, çaylar, çeşmələr var. O 20%, 80% Azərbaycanın təmiz hava var, təmiz su var. Azərbaycanın yarısından çox işğal olunub, o 20%-in. Sən niyə televiziya kanallarında hər gün, bax indi sizin kanalda hər gün verirlər, xəbərlər başlayan kimi işğal olunan rayonlar, onun dərdi, problemi. Nə üçün onu bütün kanallar vermir? Niyə vermirlər? Qarabağın dərdini niyə hər gün danışmırlar? Niyə dünyaya car çəkmirlər? Elə hamı deyir prezident, qardaş, Qarabağ qarpız dök, gedib bazardan alıb gətirəsin, ödə kəsib yeyəsin. Qarabağı qaytarmaq üçün başdan ayağa, saçdan dırnağa, oğuldan uşağa hamı mənəviyyatla səfərbər olmalıdır. Ona görə də Qarabağla bağlı nə vaxt bir dənə veriliş getdi? Allah rəhmət eləsin milli qəhrəmanımızın mübarizə. Bizim xalqın içində o cür minlərlə qəhrəmanlar var. Bu verilişlərlə o qəhrəmanları yetişdirmək olar. Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq əgər uğrunda ölən varsa vatandır ideyası. Hani bizim ekranlarda? Torpağın altında yatarkən də bizimdir yerin üstü deyən əhval-ruhana, o xalqı barmağına dolayan 5-3 nəfər o şoyla məşğul olur, ət dökən ifadələr istədən adamlar Azərbaycan xalqıdır.